Yanında övladı olan qadınla ailə qurarsan sevsən. Yox, Səbəb? qurmaram. Düzgün deyil mənim fikrimcə. Sadəcə yox. Səbəbi də bildirmək istəmirsən. Yox. İstəmərəm, nə ailəm razı olmaz, bir də mən özüm istəmərəm. Nə ailəm razı olmaz. Bizim mentalitetdə biraz var, istəmərəm ya. Ailəm razı olmaz, ona görə mən istəmirəm. Hər şey sıfırdan başlamaq istəyirsən. Bəli də, hamımız necə bizdə, hamı sıfırdan olsa yəni yaxşıdır, təmiz, namuslu. Düzdür, o da yəni həyat da ola bilər, amma mən razı olmuram heç vaxt. Yaşın keçməyibsə yox əslində. 5-6 yaşa qədərsə hə, o yaşdan sonra yox. Çünki erkəyin böyümə prosesi var da indi uşaqda. 6 yaşına kimi tərbiyə görübsə olar. 6 yaşdan sonra uşağın böyümə vaxtına kimi çıxıb gedir. Çətin amma. Heç belə bir şey yaşamısan? Yox, brat, mən nə yaşım var şu an yaşayım. Özümə qalsın fikri, çünki ailəmlə belə deyim də, mən ailəmlə yaşayan insanam. Yəni elə olan şeylərdə, söhbətlərdə çox vaxt ailədən kənar olub, mən ailəmlə yaşayan insanam deyə razı olmaram. Mentalitet qurbanlıqda, brat, belə deyim. Yəni cəmiyyətə görə yox deyirsən. Cəmiyyət yox, yəni əsasən ailəmin fikirləşib, yəqin ki, ailəm razı olmaz deyə yox deyərəm.